Demək, fizikanın müxtəlif bölmələri ki var. Biz, məsələn, mexanikada cisimlərin hərəkət qanunlarını öyrəndik. Sonra, məsələn, molekulyar fizikada biz öyrəndik. Molekulyar fizika tam deməyək, yəni termodinamikada biz öyrəndik, istilik hadisələrini öyrəndik, elektrikdə biz öyrəndik, elektrodinamikada elektrik hadisələrini öyrəndik və s. Optikada fizikanın bir bölməsidir. Optikada biz öyrənəcəyik işıq hadisələrini, yəni fizikanın işıq hadisələrini öyrənə bölməsi adlanır optika. Bu bir. İkincisi, optika iki yerə bölünür. Həndəsi optika var, dalğa optikası var. Daha dəqiq desək, üç yerə bölünür. Bir də var kvant optikası. Artıq biz həndəsi optikada qısacası deyəcəm, işığa şüa kimi baxırıq. İşıq şüası, hansı ki biz bugün bu məsələ ilə məşğul olacağıq. Dalğa optikasında artıq işığa biz dalğa olaraq qəbul edəcəyik işığı. Yəni bu işığa demək dalğa kimi baxacağıq və artıq irəliləyən dərslərimizdə, yəni indi inşallah davamı da gələr. Artıq orada işığın biz foton adlanan zərrəciklərdən ibarət olduğunu qeyd edəcəyik. Yəni bəzi proseslərdə ümumiyyətlə qısa olaraq deyim, işıq özünü dalğa kimi, bəzi proseslərdə isə işıq özünü zərrəcik kimi aparır. Yəni işığın bir növ işıq, necə deyirlər, həm dalğa xüsusiyyəti var, həm də zərrəcik xüsusiyyəti. Məsələn, bəzi hadisələrdə özünü dalğa kimi, bəzi hadisələrdə özünü zərrəcik xüsusiyyətini nümayiş etdirir. Amma biz bu günləri optika, həndəsi optika ilə məşğul olacağıq. Həndəsi optikada ancaq biz burada işıq şüası, işığa necə deyirlər, biz artıq dalğa və yaxud da biz zərrəcik seyri kimi yox, işıq şüası kimi baxacağıq. Əvvəla işıq şüası nədir? İşıq şüası işıq enerjisi yayılma istiqamətidir və onları hər biri təbii olaraq biz oxlarla, müəyyən oxlarla göstərəcəyik. Demək, məsələ nədir? Optika, qeyd etdiyim kimi, bir daha deyirəm, yeni qoşulanlarla hər kəs salamlayıram. Fizikanın işıq hadisələrini öyrənə bölməsidir. Həndəsi optika, dalğa optikası. Bir də indi bəzi kitablarda vurgulanır, artıq burada son illər belə də ayrılır ki, kvant optikası, yəni bölmələrinə ibarət. Tamam, indi biz bu günləri həndəsi optikaya baxaq. Həndəsi optikanın əsas qanunları hansılardır? Həndəsi optika ümumiyyətlə, həndəsi optikada biz nələr öyrənəcəyik? Bu qeyd olunan məsələlərə baxaq. Birinci növbədə gəlir işığın, həndəsi optikanın əsas bir neçə qanunları ki var, o qanunlarla biz tanış olaq. Birinci növbədə həndəsi optikanın qanunlarından biri işığın düz xətt boyunca yayılması qanunudur. İşığın düz xətt boyunca yayılma qanunu nədir? Baxın. Əvvəlcə sözlə deyim, sonra. İşıq bir cins mühitdə, qələmimizi də aktivləşdirək. Düz xətt boyunca yayılır. Bir dəqiqə. Demək, işıq bir cins mühitdə düz xətt boyunca yayılır. Üzr istəyirəm, burada mən qələmi aktivləşdirəndə neysə desən, problem oldu. Çəkək aşağı. Tamam. Baxın, məsələn, bu işıq mənbəyidir. İşıq mənbəyi. Bu da bu mənbəydir. Bu işıq mənbəyidir. Bu da bizim gözümüzdür. Bu mənbədən, optik bir cins mühitdən söhbət gedir. Bir cins mühitdə, yəni işıq mənbəyindən bizim gözümüzə işıq düz xətt boyunca. Yəni bütün istiqamətlərdən düz xətt boyunca. Bu işığı düz xətt boyunca yayılmaq qalır. Yəni işıq bir cins mühitdə düz xətt boyunca yayılır. Artıq bir cins mühit olduqda bu düz xətt boyunca yayılmaq artıq orada məsələ biraz ayrı olur. Yəni, məsələ nisbətən mürəkkəbləşir və o hissələri biz keçməyəcəyik. Demək, birinci qanunumuz bu olur ki, işıq bir cins mühitdə düz xətt boyunca yayılır. Buna sübut olaraq nəyə göstərmək olar? Bəlkə də real olaraq bilmirəm, kimlər müşahidə edib belə bir hadisəni, ay tutulması. Məsələn, ay tutulmasında işığın
düz xətt boyunca yayılmasına əsaslanır. Yəni hansı ki, üzr istəyirəm, günəş tutulmasında. Günəş tutulmasında demək, ay günəş ilə necə deyirlər, yer arasında daxil olur, yəni formada bir növ, məsələn, baxın, bu günəşdir. Günəşdən gələn şüa bu yerdir. Bununla nisbətən kiçik də ayı çəkək. Günəşdən gələn şüalar, baxın, bu istiqamətdə yayılır, yəni düz xətt boyunca yayılır. Baxın, bu istiqamət. Yerin qalan, baxın, bu oblastda artıq şüalar düşmədiyindən, bu hissəsində şüalar düşmədiyindən, yəni bir növ sadə dediksə ayın kölgəsi qalır və bu hissələrdə qaranlıqlar müəyyən ani moment, ani bir, yəni bir neçə dəqiqə olur, səhv etmirəmsə, və bir neçə dəqiqə, yəni günəş tutulması olur. Yəni belə. Daha sonra qayıtma qanunu. Qayıtma qanununu təsvir etmək üçün ilk öncə bir sədd çəkək. Belə bir sədd çəkdik. Hansısa bir səddir. Tamam. Demək, bu səddin müəyyən nöqtəsində işıq şüaları düşür. Ta ki, M nöqtəsində. Əvvəla, məsələni tam olaraq başa düşmək üçün nə etmək lazımdır? M nöqtəsinə bir dənə perpendikulyar çəkək. Tamam. Bu adlanır səthin normalı. Baxın, bu M nöqtəsində biz buna nə deyəcəyik? Səthin normalı. Biraz ola bilər yavaş-yavaş danışıram. Dərsdən çıxmışam deyə yorğunam, ola bilər. Yəni üzr hesab edərsiniz. Demək, bu adlanır səthin normalı. Yəni düşmə nöqtəsində baxın, bu nöqtəyə bir dənə perpendikulyar çəkdi. İndi işıq şüaları düşür. İşıq şüaları baxın, bu istiqamətdə bu olur düşən şüa. Bu da olur qayıdan şüa. İndi biz elə çəkək ki, bu bucaqlar bir-birinə bərabər olsun, sonra problem yaranmaz. Demək, bu olur düşən şüa, bu da olur qayıdan şüa. Birincisi, qayıtma qanunu, işığın qayıtma qanunu belə. Düşən şüa, qayıdan şüa və düşmə nöqtəsindən çəkilən perpendikulyar bir müstəvidə yerləşir. İstəyirəm. Düşən şüa, qayıdan şüa və düşmə nöqtəsindən çəkilmiş perpendikulyar bir müstəvidə yerləşir və düşmə bucağı qayıtma bucağına bərabərdir. Hansı düşmə bucağı? Demək, səthə çəkilən perpendikulyarla, yəni bu alfa bucağı ilə səthə çəkilən perpendikulyarla səthə biz perpendikulyar çəkdik. Bu perpendikulyarla düşən şüa arasında qalan bucaq düşmə bucağıdır. Qayıdan şüa ilə perpendikulyar, yəni səthə çəkilən perpendikulyar arasında qalan bucaq isə qayıtma bucağı. Biri alfadır, birini isə beta ilə işarə elədi. Daha sonra bir dəqiqə üzr istəyirəm. Otağın akustikasından da o mikrofonu verir. İndi echo getdi, yoxsa necə? Otağın akustikasından da onu çalışdım dəyişdirmək. İndi echo verirmi səsim? Tamam. Demək, düşən şüa, qayıdan şüa və düşmə nöqtəsində çəkilən perpendikulyar bir müstəvidə yerləşir və düşmə bucağı qayıtma bucağına bərabərdir. Yəni alfa bərabərdir dedi. Bu olur işığın qayıtması qanunu. Belə. Daha sonra indi keçirik sınma qanunu. Sınma qanununda məsələ nədir? Baxın, hər hansı bir işıq şüası müəyyən bir səth üzərinə düşən zaman, baxın, işıq şüası müəyyən bir səth üzərinə düşən zaman bir hissəsi
Yəni bu işıq şüasının müəyyən bir hissəsi qayıdır. Yəni birinci mühitə, digər hissəsi isə sınaraq ikinci mühitə keçir. Baxın, təsəvvür edin, bu bir mühitdir. Bunun sındırma əmsalı olsun. Bu mühitin sındırma əmsalı M1-dir. Nədir sındırma əmsalı? Bunu da deyək sonra. Məlumdur ki, işıq şüaları vakuumda yayılma sürəti işıq sürətinə bərabərdir. Yəni məsələn, elektromaqnit dalğalarının biz o hissələrlə artıq tanışıq. Elektromaqnit dalğaları həmçinin işıq da elektromaqnit dalğasıdır və onun vakuumda yayılma sürəti bir sabit ədəd idi də. Nəyə bərabər idi? S bərabər idi 300 min kilometr bölünsün saniyə. Bu adlanır işığın demək vakuumda yayılma sürəti. Artıq vakuumdan mühitə keçəndə onun sürəti azalır. Həmin mühiti sındırma əmsalı qədər. Yəni artıq mühitdə sürəti V bərabər. Məsələn, suda V bərabərdir S bölünsün N. Yəni N dəfə azalır. Həmin bu sındırma əmsalı da yəni V bərabər S bölünsün N. Yəni buradan da N-i taparam. N bərabərdir S bölünsün V. Yəni işığın vakuumdakı sürətini mühitdəki sürətlə nisbətli artıq bizə verir nəyi? Mühitin sındırma əmsalını, təbii ki, adsız cəmiyyət. Və hər mühitdən asılı olaraq o dəyişir. Yəni ki, məsələn, şüşə üçün bir cürdür. Tutaq ki, hava üçün adətə bir götürülür elə. Şüşə üçün bir cürdür. Tutaq ki, su üçün bir cürdür və s. Yəni, müxtəlif mühitlər üçün müxtəlif. Daha sonra, baxaq nəyə? Demək, iki mühitimiz var. İki mühiti ayıran sərhəd. Bu birinci mühitdir. Buna yazıram M1. Bu da ikinci mühit. Buna da yazıram N2. İndi baxaq burada. Məsələ nədir? Məsələ ondan ibarətdir ki, birinci dəqiqə bu M nöqtəsinə. Tutaq ki, bizim şüalar gəlib düşəcək bu M nöqtəsinə. Əvvəlcə M nöqtəsinə bir dənə perpendikulyar çəkək. Bu şəkli biraz daha səliqəli çəkmək üçün biraz yuxarıdan qeyd edeyim. Bura sındırma əmsalı N1-dir. O da sındırma əmsalı N2 olan. Gəl burada şərtləşək də M1 kiçikdir N2-dir. Tamam. İndi gəlin baxaq. Şüalarımız da düşəcək həmin bu M nöqtəsinə və yaxud da A nöqtəsinə. Əvvəlcə bu nöqtəyə bir dənə perpendikulyar çəkək. Tamam. Bu olur bizim nə? Səthin norm. Yəni, düşmə nöqtəsinə bir dənə perpendikulyar çəkdim. İndi düşən şüanı çəkək. Təsvir eləyək düşən şüanı. Düşən şüa. Yəni, işıq sındırma əmsalı bir olan mühitdən sındırma əmsalı N2 olan mühitə keçsə, artıq burada işıq şüasının istiqaməti görürsünüz ki, əvvəlki vəziyyətdən vəziyyəti dəyişdi. Yəni, işıq şüasının istiqaməti əvvəlcə bu istiqamətdə idi, sonra istiqamətini dəyişdi. Yəni, bu istiqamətdə yayılmalı idi əslində. Amma istiqaməti görürsünüz, dəyişdi. Yəni, sındırma əmsalı M1 olan mühitdən sındırma əmsalı N2 olan mühitə keçəndə artıq bunun səthin normali ilə əmələ gətirdiyi bucaq da dəyişdi. Yəni, düşən şüanı, bu adlanır düşən şüa, bu adlanır sınan şüa. Düşən şüanın normalla əmələ gətirdiyi bucaq alfadır. Demək, düşən şüanın normalla əmələ gətirdiyi bucaq alfadır. Sınan şüanın normalla əmələ gətirdiyi bucaq isə olsun beta. İndi baxaq. Əvvəlcə sınma qanunu belə səslənir. Düşən şüa, sınan şüa
və düşmə nöqtəsinə çəkilən perpendikulyar bir müstəvidə yerləşir və sınma bucağının sinus demək, düşmə bucağının sinusu belə yazaq da, sinus alfa yəni düşən şua, düşmə bucağı bu alfadır. Ha, bu bucaq deyil. Bəzən bunu qarışdırırlar, xüsusən abituriyentlər. Yəni onun hansısa səthlə, şuanın verilən səthlə əmələ gətirdiyi bucaq xeyr, elə deyil. Şuanın verilən, yəni bu səthə çəkilən toxum normalla əmələ gətirdiyi bucaq. Sinus alfa bölünsün sinus beta bərabərdir n2 bölünsün n1. Yəni buradan biz nə nəticə gələ bilərik? Biz o nəticə gələ bilər ki, sındırma əmsalı, yəni alfa sıfırdan fərqlidirsə, sındırma əmsalı böyük olan mühitdən, kiçik olan mühitdən, sındırma əmsalı böyük olan mühitə keçərkən nə edir? Bu arada sındırma əmsalı kiçik olan mühitə optik seyrək mühit deyirlər. Yəni optik sıxlığı az olan mühit. Sındırma əmsalı böyük olan mühitə deyirlər optik sıx mühit. Yəni optik sıxlığı böyük olan mühit. Yəni optik sıxlıq dedikdə artıq biz burada sındırma əmsalı olan kimi. Yəni optik sıxlığı böyük olan mühit, yəni sındırma əmsalı böyük olan mühit. Yəni bu anlamda başa düşülür. Sındırma əmsalı kiçik olan mühit isə optik seyrək mühitdir. Yəni optik sıxlığı az olan. Optik sıxlığı az olan mühitdən optik sıxlığı çox olan mühitə keçəndə neynir? Və yenə deyirəm, alfa sıfırdan fərqlidir. Sıfıra optik sıxlığı az olan mühitdən optik sıxlığı çox olan mühitə keçəndə neynir? Normalla əmələ gətirdiyi bucaq kiçik. Yəni daha sadə ilə desək normala yaxınlaşır. Belə. İndi biz bunun əsasında tam daxilə qayıtma hadisəsində izah edəcəyik. Hələ buna keçməmişdən əvvəl biz ikinci bir alam. Üzr istəyirəm. Növbəti bir məsələyə baxaq burada. Və bu artıq səhv etmirəmsə qəbul imtahanına düşüb və yaxud da dimin sınağına ikisindən biri. Demək, şualar biz dedik ki, bu istiqamətdə düşsə, artıq biz bilirik məsələ necə olur. Bəs yaxşı onda şua, yəni mən bayaq ona görə dedim ki, normalla əmələ gətirdiyi bucaq sıfırdan fərqlidirsə, getdi, ikinci mühitə keçdi, istiqamətini dəyişdi. İndi yaxşı, biz tutaq ki, işıq şüaları bu istiqamətdə düşsəydi, onda nə olardı? Bu rəng dəyişdirib. Seçək hansı rənglə daha gözəl olur? Bu istiqamətdə. Şu an bu istiqamətdə düşsə, yəni normalla 0 dərəcə bucaq normal istiqamətdə düşsə, elə həmin istiqamətdə də ikinci mühitə keçəcək. Yəni istiqamətini dəyişməyəcək. Belə bir tipli sual demək, bilmirəm, qəbul 2019-un ya qəbulundaydı, ya dimin sınağındaydı. Artıq o ora qədər yəni yadında qalmayıb. Belə bir sual vermişdilər ki, işıq şüası normal istiqamətində səthə düşür. Sonra deyir, ikinci mühitə keçəndə işıq şüasının istiqaməti dəyişərdimi, yoxsa yox? Açıq tipli sual idi, səhv etmirəmsə. İşıq şüasının istiqaməti dəyişməyəcək. Dəyişən hansı kəmiyyətlərdir? İşıq şüasının, yəni işığın sürəti. Yəni təbii ki, sındırma əmsalı kiçik olan mühitdən sındırma əmsalı böyük olan mühitə keçəndə sürəti azalacaq. Burada səhv etmirəmsə vakuum vermişdi. Sual tam olaraq xatırlatmıram. Əgər rastlamışsa, onu da qrupa göndərin. Bu belə. İndi gəlin başqa bir məsələyə baxaq. Tam daxili qayıtma hadisəsinə. Tam daxili qayıtma hadisəsi əslində işığın elə sınma qanunu ilə birbaşa əlaqəli cəmiyyətdir. Nədir o? Həmin məsələ. Fikir verin. Bir dəqiqə. Baxın, tutaq ki, belə bir mühitimiz var bizim. Belə bir mühitdir. Bu mühitin sındırma əmsalı olsun. Məsələn, n2, bunu da yazaq da n1. İndi mənim işıq mənbəyim gətirib yerləşdirilib optik sıxlığı çox olan, yəni böyük olan mühitdə. Yəni səthə ənənəvi olaraq normal çəkək. Bu olsun bizim normalımız. Yəni səthə çəkilmiş normal. Tamam. İndi işıq şüası
Müəyyən alfa bucağı altında səthə düşür. Tamam. Müəyyən alfa bucağı altında səthə düşür. İndi bu istiqamətin dəyişəcək. Təbii ki, optik sıxlığı bura yazaq, qeyd edək də bura. N2 yazıram, böyükdür N1-dən. İndi optik sıxlığı kiçik olan mühitə, optik sıxlığı böyük olan mühitə keçəndə, yəni də istiqaməti dəyişəcək. Və təbii ki, perpendikulyarla əmələ gətirdiyi bucaq nisbətən böyük olacaq. Yəni bu form. Yəni bu alfadır, bu da olsun. Yəni işıq şüası sınaraq ikinci mühitə keçir. İndi bu alfa bucağının elə bir limit qiyməti vardır ki, artıq alfa bərabər yazıram bura. Alfa 0 olanda buna limit bucağı deyirlər. Beta bərabər olur 90 dərəcə. Yəni sınma bucağı olur 90 dərəcə. Yəni bu ikinci şüa, bu sınan şüa. Sınan şüanın normalla əmələ gətirdiyi bucaq 90 dərəcəyə bərabər olur. Və yəni bu istiqamətdə yəni səth boyunca yayılır. Verin. Və bu adlanır artıq tam daxili qayıtma hadisəsi. Yəni alfanın elə bir limit qiyməti vardır ki, yəni alfa 0. Təbii ki, sınırlama əmsalası olaraq dəyişiklikdə onu deyəcəm. Elə bir limit qiyməti vardır ki, həmin limit qiymətində sınan şüa artıq 0-a demək, sınan şüanın daha doğrusu sınma bucağı 90 dərəcəyə bərabər olur. Başqa sözlə sınan şüanın normalla əmələ gətirdiyi bucaq 90 dərəcəyə bərabər olur. Artıq bu adlanır tam daxili qayıtma hadisəsi. Sonra növbəti məsələyə nəzər salaq. Fikir verin. İndi bu hal üçün biz sınma qanunu yazaq. Necə yazarıq sınma qanunu? Yazaram ki, sinus alfa bölünsün sinus 90 dərəcə. O da bərabər olacaq. Demək, N1 bölünsün N2-yə. Aydın məsələ ki, sinus 91-ə bərabərdir. Onda nə yaranacaq? Yaranacaq sinus alfa 0 yazaq da bura. Yəni limit bucağı. Sinus alfa 0 bərabərdir N1 bölünsün N2. Əgər ikinci mühit hava olarsa, onda N1 bərabər 1 götürəcək. Onda sinus alfa 0 bərabərdir 1 bölünsün N2. Yəni bu formada yazıb verilən mühit üçün alfa 0-ın qiymətini tapmaq asandır. Məsələnin birinci tərəfi bundan ibarət idi. Daha sonra indi ikinci tərəf məsələ. Bu olur tam daxili qayıtma hadisəsi. Yəni deyirəm, tam daxili qayıtma hadisəsi artıq bu biz alfanın elə bir birinci tam daxili hadisə tam daxili qayıtma hadisəsinin baş verməsi üçün işıq optik sıxlığı böyük olan mühitdən optik sıxlığı gələn yoldaşları qəbul edək. Optik sıxlığı böyük olan mühitdən optik sıxlığı kiçik olan mühitə keçməlidir və alfanın elə bir limit qiyməti olacaq ki, yəni düşmə bucağının müəyyən bir limit qiymətində artıq sınma bucağı, yəni beta 90 dərəcəyə bərabər olacaq və bu da artıq adlanır tam daxili qayıtma hadisəsi və bunun da mahiyyətini burada qeyd etdim. Sonra optikada əsas ikinci məsələ və ən çox əsasən sual düşən məsələlər linzalarla bağlıdır. Hansı ki, linzalar, linzaların xəyalların qurulması və s. Linzalar yəni qabarıq kənarları bu formada sferik səthlə əhatələnmiş şəffaf cisimlərdir. Yəni linzalardan müxtəlif məqsədlər üçün istifadə olunur. Eynəklərdə yəni onlar linzalardır. Yəni hər bir növündən, yəni müvafiq olaraq və yaxud da fotoaparatlarda istifadə olunur linzalardan və s.
Linzalar yəni bu formadadır, görürsünüz. Bu qabarıq linzadır. Hər iki tərəfi qabarıq. Demək, müstəvi qabarıq, sonra çökük qabarıq. Sonra bu çökük linzadır. Hər üç növü müstəvi, çökük, sonra qabarıq, çökük və s. Yəni hər bir növü burada qeyd olunur. İndi linzaları xarakterizə edən əsas kəmiyyətlər hansılardır? Gəl birincisi onlara baxaq. Sonra və linzalarla bağlı edilən ən böyük yanlışlıqlar və şəxsən bəzi vəsaitlərdə və hətta bəzi kursların keçirdikləri sınav imtahanlarında bu düşür. Yəni orada bir incə məqam var ki, onu unutmaq lazım deyil. Demək, gəlin linzaların birinci nazik linza məsələsinə nəzər salaq. Bizim əvvəla bu gün öyrənəcəyimiz ümumiyyətlə xəyalların qurulması nazik linza. Nədir nazik linza? Gəlin ona baxaq. Baxın, linzanın hər iki tərəfi bir, necə deyirlər, sferik səthlə əhatələnir. Və həmin o sferik səthin biz həmin o sferik səthin davamını çəkirik. Yəni bu hissənin davamını çəkdik, bu sferik səth. Daha sonra qələmin rəngini dəyişdirib ikinci hissəni çəkirəm. Aha, belə. İndi bu sferik səthlərin radiusları adlanır linzanın əyrilik radiusu. Bu tutaq ki, buna deyək R1, buna deyək olsun R2. Linzanın qalınlığı da olsun D. Əvvəla nazik linza nədir? Bu R1 və R2 adlanır linzanın əyrilik radiusu. Əgər linzanın D qalınlığı R1 və R2-dən çox kiçik olarsa, buna deyirlər nazik linza. Bu adlanır nazik linzalar. Bizim yəni bugün istifadə edəcəyimiz linzalar hansı ki adlanır nə? Yəni biz onları adlandıracağıq nazik linzalar. Yəni sırf bugünkü dərsdə istifadə edəcəyimiz, qeyd edəcəyimizdə və sizə nə bilim testlərə düşəcək və s. adlanır nazik linza. Nə idi nazik linza? Bir daha təkrar edirəm. Demək, linzaların səthlərinin əhatələndiyi, baxın bu həmin o səthləri davamını çəkdi və həmin o yəni o əyri səthlərin radiusu R1 və R2 adlandı linzanın əyrilik radiusu və linzanın qalınlığı əyrilik radiuslarından çox kiçik olarsa bu linzalar adlanır nazik linza. Bu linzalarla bağlı əsas məsələdir. Onu qeyd edəcəyik. Yəni həmçinin mən də bunun qabarıq linza üzərində göstərim. Çökük linzada yəni eyni formada şəkil çəkib göstərmək olar. Yəni burada elə bir şey yoxdur. Sadəcə bir məsələni qeyd edeyim burada. İndi gəlin başlayaq linzanın baş fokus. Yəni çətəkə. Aha, baş fokus. Çətəkə üst istəyirəm. Demək, linzanın, yenə də biz bunu görə silməzdim, tamam. Linzanın əyri səthlərini, baxın, hüdudlandırdım. Belə bir əyrilər aldım. Düzdür. Bunun birinin mərkəzi A nöqtəsinə düşdü. Mən mərkəzi tam burada təyin etmədiyimə görə ola bilər, bəlkə də problem olsun. A nöqtəsi. Bu da götürdüm bura bir B nöqtəsi. Yəni birinci səthi hüdudlandırdım. A belə bir əyri bir səth aldım. İkincinin də hüdudlandığı bir əyri səthi aldım və bu
səthləri, yəni qısacası deyə bu çevrələrin mərkəzlərini birləşdirdi. A və B-ni birləşdirdi. Bu olur baş optik ox. Hansı ki o linzanın optik mərkəzindən keçir. Linzanın optik mərkəzi də budur. Bu olur, bu AB olur baş optik ox. Yəni linzanın mərkəzindən keçir. Tutaq ki, mərkəzindən, optik mərkəzindən məsələn en sayda şüa keçir. Onun fərqi yoxdur. Yəni linzanın bir optik oxu yoxdur. Çoxdur optik oxu. Bu da optik ox adlanır. Tutaq ki, bu da optik ox adlanır. Nə bilim, bu da optik ox adlanır. Fərqi yoxdur. Yəni bir nöqtədən sonsuz sayda düz xətt keçirmək olar. Amma bizə hansından işləyəcək? Baş optik ox. Hansı ki, baş optik oxun da mən tərifini az öncə dedim. Bax, bu adlanır baş optik ox. Yəni linzanın səhvlərinin hüdudlandırdığı əyrilərin mərkəzləri arasında mərkəzlərini birləşdirən düz xətt adlanır linzanın baş optik oxu. İndi bu çevrələri silsək, yəqin linza bizdən inciməz. Bu baş optik oxu mən aşağıda daha aydın şəkildə çəkim. Əsas onu bildiyi baş optik ox nədir? Aşağıda bunu daha yaxşı səliqə ilə çəkim. Sonra istənilən məsələləri bunun üzərində izah edin. Demək, əvvəla ikinci məsələ burada nədən ibarətdir? Linzanın toplayıcı və yaxud da səpici olması ilə. Toplayıcı linza nədir? Toplayıcı, baxın, baş optik oxdur, düzdür. Bu qabarıq linzadır. Əvvəla toplayıcı qabarıq, toplayıcı səpici və çökük qabarıq linza. Bu məsələlər bir-birlərindən nisbətən fərqlidir. Düzdür, bəzi kitablarda deyirlər ki, bütün qabarıq linzalar toplayıcıdır, bütün çökük linzalar səpicidir. Bu ümumi olaraq yanlış fikirdir. Bir məsələni qeyd edək ki, linza optik sıxlığı az olan mühitdədirsə, məsələn havada. Bəli, qabarıq linza bu mühitdə olur toplayıcı, çökük linza olur səpici. Amma optik sıxlığı çox olan mühitdə, yəni optik sıxlığı çox olan mühitdə bu məsələ fərqli də ola bilər. Qabarıq linza səpici də ola bilər, çökük linza toplayıcı da ola bilər. Yəni bu məsələlər fərqlidir. Qabarıqlıq və yaxud da çöküklük, toplayıcı və yaxud da səpici linza anlayışları, bunları biraz fərqləndirmək lazım. Toplayıcı linza nədir? Elə bu məsələ üzərində izah edeyim. Toplayıcı linzanın şərti işarəsi bu formada verilir. Toplayıcı linzada baş optik oxa paralel düşən şüalar sındıqdan sonra demək linzanın üzərinə düşür. Nazik linzanın üzərində təbii ki. Baş optik oxa paralel düşən şüalar linzadan sındıqdan sonra baş optik oxla kəsişir və bu kəsişdiyi bu nöqtə adlanır fokus nöqtəsi. Bax, hansı ki, bunu F-lə işarə edirlər. Bu adlanır fokus nöqtəsi. Birinci toplayıcı linza üzərində izah edim, sonra səpici linzada da qeyd edəcəm. Bu adlanır fokus nöqtəsi. Amma səpici linzada məsələ necə? Səpici linzanın şərti işarəsi bu formadadır. İndi bunu birazdan daha geniş şəkildə izah edəcəyim. Ümumi olaraq toplayıcı və səpici linzadan danışırıqsa, bunları da hər birini vurğulayaq. Bu səpici linzadır. Yəni, eyni sözdə, eyni məsələ səpici linzaya da aiddir. Baş optik oxdur, flant və s. Bunlar səpici linzaya da aiddir. Amma baxaq, səpici linzada görək məsələ necə olur? Səpici linzada baş optik oxa paralel düşən şüalar baxın, bu formada yayılır. Yəni, elə adından da məlumdur ki, səpilir. Bu form. Onların uzantıları artıq uzantılar, yəni bu şüaların mən uzantısını çəksəm, baxın, uzantısı, şüaların uzantısı gəlir. Baş optik oxla kəsişdi. Baxın, bu adlanır fokus nöqtəsi. Belə. Bu birinci məsələ. Demək, indi gəlin burada da toplayıcı linza üçün də bunları qeyd edək. Yəni, dediyim kimi, qabarıq linza həmişə toplayıcı olur,
çökük linza həmişə səpicə olur. Bu yanlış fikirdir. Ola bilər, mühitdən asılıdır. Optik sıxlığı kiçik olan mühitdə, e, məsələn havada, bəli, e, ola bilər. Yəni ola bilər yox, belə olur ki, qabarıq linza artıq olur toplayıcı, çökük linzada olur səpici. Amma optik sıxlığı böyük olan mühitdə, yəni sındırma əmsalı böyük olan mühitdə məsələ dəyişə bilər. İndi gəlin başlayaq bura. Qeyd etdiyim kimi, baş optik oxa paralel düşən şüalar sınandan sonra baş optik oxla kəsişir və bu kəsişmə nöqtəsi adlanır fokus nöqtəsi və yaxud da səpici linza üçün desə, uzantılarını kəsişdiyi nöqtə. Linzanın optik mərkəzindən fokus nöqtəsinə qədər məsafə adlanır fokus məsafəsi. F ilə işarə olunur və məsafə isə təbii olaraq vahidi nə olacaq? 1 metr. Fokus məsafəsinin tərs qiyməti artıq adlanır optik qüvvə. Yəni optik qüvvə sözünü götürür, Newton götürməyək təbii ki. Optik qüvvənin vahidi 1 dioptriyadır. Elə olaraq yazılır və yaxud da 1 yəni 1 bölünsün metr. 1 bölünsün metr. Yəni bu formada da qeyd etmək olar. İndi baxaq. 1 bölünsün metr. CTK. Yəni keçək linzada xəyalların qurulma məsələsinə, sonra nazik linza üçün düsturları da qeyd edək, sonra artıq xüsusi hallara baxaraq yükümüşdür. Demək, məsələ nədir? Birinci növbədə biz linzada xəyalların alınması üçün istifadə edirik. Burada var xəyal məsafəsi, sonra burada var optik demək, xəyal məsafəsi, sonra linzanın xətti böyütməsi, sonra cisim məsafəsi, fokus məsafəsi və üçü arasında əlavə. Əvvəla linzada xəyalların qurulması üçün nələrdən istifadə edilir? Bu mənim cismimdir. Burada mən bunun xəyalını qurmalıyam linzada. Demək, nə etməliyəm? Toplayıcı linzada 3 şuanın yolunu bilmək lazımdır. Hansı şualar? Fikir verin. Birincisi, linzanın optik mərkəzinə düşən şualar linzadan sındıqdan sonra fokus nöqtəsindən keçir. Bu bir. Linzanın baş optik oxuna paralel düşən, üzr istəyirəm, optik mərkəzindən keçən şualar, yəni linzanın baş optik oxundan, üzr istəyirəm, qarışdı bir dəqiqə. Optik mərkəzindən keçən şualar heç bir sınmaya məruz qalmır, yəni olduğu istiqamətdə davam edir. Bir də əslində üçündən ikisini bilmək kifayətdir, amma üçünü də çəkəcəm. Bir də linzanın, bunu ayrı rəngə çəkim. Linzanın fokus nöqtəsindən keçən şualar linzadan sındıqdan sonra, indi bu linzanın biraz imkanları, məsələn, ölçüsü kiçikdir. Amma çəkirəm. Linzanın, demək, fokus nöqtəsindən keçən şualar linzadan sındıqdan sonra baş optik oxa paraleldir. Yəni, bu əslində üçüncünü çəkməsəydi olar. Üçündən ikisini bilmək kifayətdir ki, olan kəsişdiyi nöqtə də adlanır xəyal. Yəni, cismi xəyalı alınacaq burada. Baxın, bu adlanır xəyal. Bu xəyaldır, bu cisimdir. Demək, linzadan cismə qədər, optik mərkəzindən cismə qədər olan məsafə adlanır cisim məsafəsi, yəni D. Linzadan xəyala qədər məsafə adlanır xəyal məsafəsi. Bunu F-lə işarə edirlər, yəni bizim ədəbiyyatlarda. Və linzanın fokus məsafəsi. Bunlar arasında belə bir əlaqə düsturu var. 1 bölünsün F bərabərdir 1 bölünsün kiçik F
minus 1 bölünsün D. Belə bir əlaqə mövcuddur bunlar arasında. Və bu halda, yəni bizim götürdüyümüz bu halda Fox məsafəsi, ümumiyyətlə toplayıcı linzada həmişə xəyal məsafəsi sıfırdan böyükdür. Bir haldan başqa, indi o halda deyəcəm. Amma səpəci linzada həm F, yəni Fox məsafəsi, həm də xəyal məsafəsi sıfırdan kiçikdir. Demək belə. İndi məsələyə gəlin bunu ayrı-ayrı hallara tətbiq edək. Sonra yəni bu düsturunda çıxarılışı asandır. Əslində üçbucağın bərabərliyindən alınır. İndi yazarsınız, daha doğrusu oxşarlığından alınır. Bir dənə qeyd edirsiniz. Eğer bilməsəz, mən həmin YouTube-a da bu dərsi yerləşdirən zaman əlaqə nömrəsi qoyacağım. Əlaqə saxlayarsınız, çıxarılışı deyəcəm. Amma kitablarda da var. Yəni onun çıxarılışını vermək elə də böyük bir problem deyil. Əsas odur biz linzada xəyalların qurulmasına dair müxtəlif hallar var. O hallara baxaq. Demək, gəlin keçək həmin o hallara. Birinci hal nədir? Birinci hal, mən deyirəm ki, cisim D, yəni cisim məsafəsi D böyükdür 2F-dən. Yəni cisim, ardın çəkək, bunu şəkil olaraq götürmüşəm, ancaq ardın çəksək daha yaxşı olar. Cisim yerləşdirilib harda? Cisim yerləşdirilib 2 qat Foxdan arxın. Bu zaman görək məsələ necə olacaq. Yəni mənim cismim yerləşib burada. Bu olur mənim cismim. İndi gəl bu cismin linzadan xəyalını quraq. D böyükdür 2'ye. Bax, özünüzdə görürsünüz. İndi bu linzadan gələn şüalara baxaq. Linzanın baş optik oxa paralel düşən şüalar sındıqdan sonra fokus nöqtəsindən keçdi. Bəli. Linzanın optik mərkəzindən keçən şüa heç bir sınmaya məruz. Baxın. Bunlar hansı nöqtədə kəsişdi? Bu nöqtədə. Bu nöqtə nə olur? Bu nöqtə olur. Artıq bizim xəyalımız, daha doğrusu cismin xəyalı bu nöqtədə alır. Bu da olur xəyal. Bu cismin hündürlüyü olsun böyük H, xəyalın hündürlüyü də olsun kiçik H. Demək, D böyük F olanda F kiçikdir 2. Yəni, xəyal fokusla 2 qat fokusun arasında alınır. Demək, necədir? Bir də bu linzanın xətti böyütmə anlayışı var. Onu bax, unutdum demək. Linzanın xətti böyütmə anlayışı nədir? Linzanın xətti böyütməsi demək, xəyalın yəni H-a olan nisbəti və yaxud da F-in D-yə olan nisbətinə deyilir. İndi baxaq. H, D böyükdür 2F, F kiçikdir 2F. Bu halda necə alınır xəyal? Əvvəla toplayıcı linzanın adını çəkdiyimiz bütün bu hallarda, toplayıcı linzanın bütün hallarda xəyalı həqiqi xəyal. Yəni cisim və demək ki, xəyal linzada müxtəlif tərəflərdə. Xəyal həqiqidir bir halı çıxmaq şərti ilə. Xəyal həqiqidir çevrilmişdir və kiçildilmişdir. Bu belə. Sonra gəlirəm, vururam burada STQ ikinci halı STQ. Aha. Yəni hal olaraq ola bilər sizin kitabınızda mənim dediyim ardıcıllıqlar fərqlidir. Yəni bu məsələlər ola bilər. Sadəcə olaraq yəni dərs davam edir. Qoşulanlar nəyəsə görə azaldı. İstəsəz siz də tərk etsiniz. Onsuz dərsin yəni video kaydını göndərəcəm qrupa. Yəni heç problem yoxdur. Tamam. Demək, məsələ nədir? İkincisi D
bərabərdir. Demək, bircə dəqiqə onları qarışdırmayaq. İkincisi. Tamam. İndi baxaq. Bir dəqiqə üzr istəyirəm. D böyükdür. 2F-i qurduq. İndi gəlin quraq. İkincisi D bərabərdir 2F al. D bərabərdir 2F halında necə olur? Bu olur bizim linzamız, cisimimiz. Cisimdən gələn şüalara baxaq. Formada gəldi. Baş optik oxa düşən şüalar sındıqdan sonra fokus nöqtəsindən keçdi. Daha sonra linzanın optik mərkəzindən keçən şüalar heç bir sınmaya məruz qalmadı. Və bir dəqiqə mən istiqaməti düzgün seçim paralelliyi. Ola bilsin paralelliyi mən düz seçə bilmədim. Aha. Demək, bu cisimdir. Bu da onun xəyalı. D böyük 2F olanda F də bərabər olur 2F. Və bunu həm şəkildən görmək olar, həm də bayaq yazdığım düsturdan da. Yəni, həm o formada, həm elə, həm də belə almaq olar. Cisim burada xətti böyütmə nəyə bərabərdir? 1-ə. Demək, burada xəyal necə alınır? Xəyal, cismin xəyalı özü boyda alınır, çevrilmiş və həqiqi. Xəyal həqiqidir. Daha sonra, üçüncü halı mən demək, izah edeyim. Üçüncü halda görək hansı məsələlər var, onlara baxaq. Sonra, üçüncü hal. D, yəni cisim linzadan sonsuz uzaqda yerləşdirilir. Yəni, D bərabər yazmayaq, bu riyazi olaraq düzgün deyil. Sonsuz uzaq məsafədir. Yəni, indi quraq linzanın düsturundan istifadə edək. 1/F plus 1/D. İndi burada aydın məsələ ki, D sonsuzluğa yaxınlaşırsa 1/D yaxınlaşır 0-a. Tamam. Daha sonra ikinci məsələ nə olacaq burada? İkinci məsələ olacaq ki, 1/D bərabərdir 1 bölünsün kiçik F-ə və burada alınacaq ki, F bərabərdir burada alınacaq ki, F bərabərdir böyük F-ə. Yəni, cisim linzadan sonsuz uzaq məsafədə yerləşərsə, onun xəyalı alınır fokus nöqtəsində. Yəni, burada. Nöqtə şəklində alınır. Yəni, burada. Daha sonra dördüncü hala baxaq. Baxın, burada heç bir əzbərçiliyə qəti surətdə ehtiyac yoxdur. Sadəcə 3 şuradan ikisini yolun bilmək lazım. Sonra dördüncü hala, dördüncü hala olmalı. Cisim yerləşdirilib linzanın fokusu. Bu halda məsələ nə olur? Cisim fokusda yerləşdirilsə, demək D bərabərdir F. İndi baxaq. Bunu həm həndəsi olaraq, həm də bayaq düsturdan da ispat edək. Sübut edək ki, görək xəyal necə. Fikir verin. Optik linzanın baş optik oxuna paralel düşən şüa sınandan sonra fokus nöqtəsindən keçir
Bir də bizə də desək boş var. Ha, fokus nöqtəsindən keçir və linzanın optik mərkəzindən keçən şua heç bir sınmaya məruz qalmır. Baxın, bu üç şuanın yoluna da baxaq. Bu üç şua, görürsünüz, kəsişmirlər və nəticə etibarilə D bərabər F olanda xəyal sonsuzluqda. Sonra nəhayət sonuncu hala da izah edək. Beşinci hal. Mən rəqəm olaraq qarışdırdım, ola bilsin. Amma bir problem yoxdur. D eşitdir F. Bu halda isə məsələ necə olacaq? Bu halda, yəni bu bayaq dediyim hallardan yeganə bu haldır ki, linzanın xəyalı, yəni toplayıcı linzanın xəyalı mövhumu, yəni həqiqi xəyal olur. İndi bunu sübut edək. Demək, 3 şuadan ikisinin yolunu çəkək. Üzərinə düşən linzanın baş optik oxa paralel düşən şua F-dən keçdi. Çox gözəl. Fokus nöqtəsindən keçən, optik mərkəzdən keçən şuada heç bir sınmaya məruz qalmır. Ancaq biz bunlarla yox, bunların uzantıları ilə işləyəcəyik. Yəni, bu şuanın uzantısını çəkim. Uzantısını davam etdirək qırıq-qırıq xəttlərlə. Və bunun uzantısı. Çəkək, linzanın xəyalı alınır. Yəni, bu cisim olur. Burada da xəyal nədir? Şəkildə gördüyünüz kimi böyüdülmüşdür. Amma bundan fərqli olaraq nədir? Linzanın xəyalı düzü nədir? Digərlərindən fərqli olaraq yəni çevrilmiş dövrdə düzünədir, bu formadadır. Düzünə xəyaldır, həqiqi xəyaldır və böyüdülmüş. D kiçikdir, F. Daha sonra son olaraq səpici linza ilə bağlı. Səpici linzanın əslində xəyalını bayaq dedik. Yəni orada bu suallar qeyd etməyə ehtiyac yoxdur. Sadəcə olaraq bir dənə məsələ var ki, onu biz qeyd edək. Sonra. Demək, bu bizim baş optik oxumuzdur. Bu olsun bizim linzamız, yəni səpici linzamız. Səpici linzada da xəyalın qurulmasına baxaq, sonra keçək, yekunlaşdıraq. Bu olur səpici linza. İndi bu xəttləri düzgün qoya bilmiyorum. CTG. İndi bunu xəttləri gəlin indi düzgün seçək ki, biz CTG. Bu F'dir. Demək, səbici linzada məsələ necə olur? Əgər mən bura cismi tutaq ki, hansısa bir nöqtədə yerləşdirirəmsə, məsələn, yerləşdirirəmsə, linzanın üzərinə düşən, baş optik oxa paralel düşən şualar formada yaranır. Tamam. CTG. Peki, gələm işləmədi.
Tamam. Deməli, sonuncu halımız var. Halı da qeyd edirəm. Hansı ki, linzanın demək. Səpəci linzada xəyalın qurulmasını qeyd edir. Səpəci linzada mən bayaq da dedim, xəyal qurarkən diqqət etmək lazımdır onların uzantılarına. Yəni, mən şansısa bir şu an çəkirəm. Bu reçesimizi çox kiçik götürdük. Evet. Demək, cisimimiz tutar ki, burada yerləşdirilir. Düşən şua, bu bizim cisim olsun. Linzanın şua, formada səhvir və onun da tabii ki uzantısından istifadə etmək lazım. Uzantısı keçəcək və linzanın mərkəzinə keçən şua simvol məruz qalır və bunlar hər ikisinin kəsişməsi, yəni bu bizə verəcək linzanın ümumiyyətlə, səpəci linzanın, yəni bu cisimli buranın xəyalıdır. Səpəci linzanın xəyalı həmişə kiçildilmiş, bölünmüş və düzgün. Yəni, və linzalarla bağlı da məsələlər bunlarda qarətdir. Çox sağ olun, təşəkkür edirəm. Və